Salam uşaqlar. Burada necə obyekt axtarmağa çıxdım, ateliyer açmaq üçün onu çəkmişəm. Burada gəldim, Xırdalanda bazarın girişində belə bir yer tapdım. Burada göstərəm ki, altında market var, üstüm pirajki yeridir. Burada obyekti, buranı götürmək istəyirəm. Burada göstərəm ki, buradan reklam falan da asa bilərəm. Bazarın girişini göstərəm. Burada obyektin aboylarını soymuşuq, amma tam belə deyil. Aboyluydu deyə yerdə gördüyünüz kimi. Aboyları soyduq, təmizlədik dostumla. Vəbşum da dostum da oradadır. İndi usta gözləyir ki, gəlsin şpaklovka, aboya falan başlasın. Çöldə də yağış yağır. İndi keçirik digər videoya. Ustanın gələcək videosuna. Ustamız düzdür, biraz aboy istədiyimiz kimi çıxarmasıdır, amma yaxşı ustaydı, tez bazar işini elədi. Burada petka gətirmişəm ki, usta üşüməsin, qoşusun işləyəndə. Burada göstərəm ki, böyründən su tökülməlidir, yoxsa nəfəs qurudur. Belə, burada, nə bilim, yəqin boş-boş danışıram. Burada artıq ustamız gəldi, şpaklovkaları vurdu, elədi. Şpaklovka işi qutarıb. Və budur, artıq aboya keçdik. Usta aboyu da vurdu. Divarları kraskaladı. Bir də yuxarıda lampuçka bir dənə idi, onu 2 dənə elədi. Yəni plafonu deyirəm. İşığı biraz zəif idi. Vəbşum, aboy hazır oldu. Burada ustalar gəlib, mebel ustası içəridə mebelləri qururlar. Burada dostum gəlir, geri içəri. Bu gördüyünüz şəxs mənəm. Mən artıq satıcı qismində keçmişəm. Belə duzlu, məzəli əhvalatları danışırıq burada. Olmayan ətərlərimi satmağa çalışıram. Ətərlər haqqında məlumat verirəm. Bu filan ətərdir, bu filan ətərdir. Belə. Sonra isə uşaqlar. Yenə obyekti sizə göstərirəm. Axırda belə oldu mebellər yığılandan sonra. Düzdür, mebellər ürəyimiz istəyən kimi olmasa da. Burada göstərirəm ki, burada ortada logo olmalıdır. Buranı göstərirəm, görmələ yoxsa yox. Məncə videonun axırında göstərirəm. Burada göstərir ki, bura vinil vurulacaq içərdən ki, şüşə belə eybəcər görsənməsin. Burada göstərim ki, bu aradan qardırob eləmək istəyirəm. İşə gələndə kurtkamızı adım asmağa. Belə. Daha sonra isə bu, burada ortada stoykada logo olacaq, mağazin logosu. İndi çöldən göstərirəm ki, sizə belə bir şey alındırdım. Burada İşığı elə belə çəkdik. Tam rəyimizə deyil, axıra kimi çatmayıb şunur. İşıq daha doğrusu. O sonradan söküləcək, təzədən düzəlir. Videonun axırında görərsiniz. Vəbşum, burada ətərlərimiz gəldi. Bu ətərlərin qabları da hansı ki, içinə ətər tökülüb satıla bilər falan. Burada 2 dənə ətərimizin qapağını qoymayıblar göndərəndə. Onları çəkirəm, göndərirəm ki, bunun qapağı ilə yoxdur. Burada işıqları çəkdik, vitrine. Bunu dostumdan özüm çəkmişəm. Gecə saat 1-ə kimi deşib şunur çəkmişik. Burada reklam ustaları gəlib, loqonu vururlar, reklamların. Burada göstərirəm ki, işığımız, işıq deyirəm, loqomuz belədir. Ağ vinilin üstündən vurulur. Bu S hərfin mənim üçün böyük önəmi var. Gələcək zamanlarda bilərsiniz. Vəbşum, belə göstərirəm burada. Sonra öz hərfim C, öz hərfimdir. Sonra burada hazırlayırlar artıq. Sona gəlib çıxır. Videonun sonlarına gəlirik yavaş-yavaş. Burada banner gəldi, üstə onu qoşur. Burada bu ətər qabları öz seçimim idi. Bunları çox xoşlayıram. Burada axşam necə görsənir işığı falan onu göstərirəm. Qəşəydir, uşaqlar. Burada belə demək olar hazır olur. İndi yuxarıda da reklam var. Onu da göstərəcəm. Baxın uşaqlar. Uşaqlar, video belə alındı. Düzdür, malımız hələ kağızda, amma çoxaldacaq. Videonu bəyəndinizsə like edin.